Ailəmizin kiçik bir sirrini sizlə paylaşmaq istəyirik. 4 ildir biz yeməklərimizi yerdən yeyirik. Çünki 4 il öncə köçdüyümüz zaman evimizin dizaynında əsas detalı almadığımız məsələ məhz masanın yerləşməsi oldu. 4 ildir də hələ də onun yerinə qərar verə bilməmişik. Hər axşam ailəvi bir qaydamız var. Bu da axşam yeməyini bir masa ətrafında və gözəl zaman keçirərək telefon və televizordan uzaq formada qeyd etməkdir. Axşam yeməklərimizi Nazim hazırlayır. Hər dəfə öz zövqünə uyğun fərqli bir şeylər təklif edir. Bunu qeyd etməliyəm ki, bəzən Nazimin axşam yeməklərinə nəfsimi tab gətirmədiyim üçün isti su bizim axşam masalarımızdan da əksik olmur. Çünki həzmə gözəl təsir edir və 7 yaşdan yuxarı uşaqlar üçün uyğun olduğuna görə uşaqlar da bu sudan istifadə edir. Doğrusu belə axşamları çox sevdiyimiz üçün hələ də 4 ildə yeni masa almağı düşünmürük. Bu arada bu oyunu övladlarınızla mütləq oynayın, çünki hər biriniz çox sevəcəksiniz.